Hardayam, yenə terasın qırağındayım. Yoldan 30 metr məsafədə şəxsi tikili bir dənə ev çıxıb. Gedirəm də evi çəkəm. Əla. Bax, ev budur. Dediyim ev özüdür. Yəni yoldan da məsafəsini göstərdim sizə. Bir dənə də evdən hoş tanış olaq. Həyət bacası genişdir. Burada obyektiv yerdə var. İstəsən şuraya otağı kimi də düzəldib verə bilərsən. İstəsən əl damı kimi də istifadə edə bilirsən. Qapısı da var çölə. Həyəti də genişdir. Harasa 3-4 maşın belə girə. Plus ağac əkmək yerində qalır. Məhəlləyə bax. Çox sakit məhəllədir. Yaşayışın sırf içindədir. Megastorun yanında. Yəni qiymət əla. Evin özü də pis deyil, qoşadaşdır. Yəni bu maker evi deyil, yəni şəxsi özünə tikdiyi evdir. Yəni maker evləri bir də şəxsi evlərdən də yaxşı tikilir bəziləri. Amma bu ki şəxsi özünə tikdiyi ev olub, yəni möhkəm evdir. Prosta təmir edib sonradan düzəldib, mətbəxli idi. Burada da bir dənə hamam sanuzelidir. O da tam təmirli, genişdir də hamam sanuzeli. Otağı yaxşıdır, zalın ölçüsü çox genişdir. Zalı çox genişdir, yəni. Və arxa tərəfdən məsafədə gözlənilir, pəncərəsinə işıq düşür evin içərisinə, kombi xəttləri atılıb. Yəni ölçü görürsünüz də. Rahat bir 30 kvadrat zalı var. Burada çoxdur. Müəllim deyir çoxdur. Yəni qiymət yaxşı, evin özü yaxşı. Burada da bir dənə yataq otaqdır. 50 minə deyir. 50 min manata. Daha işin gəlbəcəkdən danışarsan, burada mərkəzi kanalizasiyasına qədər var. Yəni bunun da otağın ölçüsü çox böyükdür. Bir dənə otağı balacadır, dedisko otağıdır. O da bu otağıdır. İstəsən mətbəxti bura keçirdi. Dedisko otağı buradır. İstəsən mətbəxti bura keçirdi. Burada bir dənə böyük yataq otağı çıxarda bilərsən. Yəni keyfiniz istəyir. Burada alçıpanla böldün. Bir dənə burada böyük yataq otağı çıxartdın, mətbəxti də atdın ora. Yəni sən keyfiniz istəyirsə, eləncə eləyə bilərsən. Yəni əlaqə saxlayın, hər qiyməti əldə edə bilər. Kim də evini satırsa, yerin, ərazinin fərqi yoxdur. Xəbər eləsin, tez vaxtda yoluna qoyağın. Yəni hər qiymət əldə edə bilər var da. Öz görüşdə. Sağ olun.